Toplu ikinci hissə 2025. Sadə trigonometrik tənliklər 53-dən sonraki sualı gəlir. Başlayaq. 53-cü. Kosinus 2x bərabərdir tangens 135 dərəcə. Bilirsiniz ki, tangens 135 mənfi 1 demək. Kosinus 2x bərabərdir mənfi 1. 2x bərabərdir pi üstə gələk 2 pi. X da bərabərdir pi böl 2 üstə gələk pi n. E variantı. Keçirik 55-ə. 55 belə uşağı. Sinus 2-də 1x bərabərdir 2-də 1-ə. Düzdür. Onda nə olur? 2-də 1x bərabərdir mənfi 1 üstü k. Pi böl 6 üstə gələk pi k-dır. Onda 2'ye olanda x bərabərdir mənfi 1 üstü k. Pi böl 3 üstə gələk 2 pi k. Y. Keçirik o birisinə. 57. 57 belə. Kosinus 720 dərəcə çıxar 2x bərabərdir mənfi 2-də 1. Birinci kosinusun təhliyindən cütlüyündən istifadə edirik. Yerini dəyişirik. Cüt olmayın. Kosinus 2x çıxar 720 dərəcə bərabərdir mənfi 2-də 1. 720 dövr olduğu üçün bunu ləğv edirik. Kosinus 2x bərabərdir mənfi 2-də 1. Onda 2x bərabərdir plus minus pi çıxar pi böl 3 üstə gələk 2 pi n-dir. 2x bərabərdir plus minus 2 pi bölə 3 üstə gələk 2 pi n-dir. X da bərabərdir plus minus pi böl 3 üstə gələk pi n. Nə? Y variantı. Keçirik 59-a. 59 belə uşaqlar. Sinus 2x kosinus 2x bərabərdir 4-də 1. Tənliyin hər iki tərəfini 2-yə vururuq. Olur 2 sinus 2x kosinus 2x bərabərdir 2-də 1. Bu sinus 4x bərabərdir 2-də 1 deməkdir. 4x da bərabərdir mənfi 1 üstü k. Pi böl 6 üstə gələk pi k. 4-də də böləndə x bərabərdir mənfi 1 üstü k. Pi böl 24 üstə gələk pi k bölək 4. C variantı. Keçirik 61-ə. 61 belə uşaq. Kotangens pi böl 3 üstə gələk x üstə gələk kökdə 3 bölək 3 bərabərdir 0 təmini həll edir. Deməli, bu nə olur? Kotangens pi böl 3 üstə gələk x bərabərdir mənfi kökdə 3 bölək 3. Bu da pi böl 3 üstə gələk x bərabərdir pi çıxar. Pi bölək kökdə 3'ümüz kotangensdə pi böl 3'dür. Pi böl 3'dür. Pi böl 3'dür. Yaşayalım. Üstə gələk pi n. Düzdür mü? Onda x bərabərdir pi çıxaq pi böl 3 çıxaq 1 də pi böl 3. Üstə gələk pi n. Bu da pi böl 3'də deməli 2 pi böl 3. Pi'dən də 2 pi böl 3 çıxanda pi böl 3 mu qalır? Deməli x bərabərdir pi bölə 3 üstə gələk pi n. C. Keçirik 63-ə. 63. 63 belə uşaqlar. Sinus 3 pi bölə 2 üstə gələk 2x bərabərdir 1-ə. 3 pi bölə 2 üstə gələk 2x-ımız mənfi kosinus 2x eləyirsə, C-dən üstürlədir. Mənfi kosinus 2x bərabər 1-ə, kosinus 2x bərabərdir mənfi 1, 2x bərabərdir pi üstə gələk 2 pi n, x da bərabərdir pi böl 2 üstə gələk pi n. Yox, D. D var ya. 65'ə baxaq uşaqlar. 65 belə.
sinus x çarpı pi bölək 3 bərabərdir mənfi 1. Həll idi. X çarpı pi bölü 3 bərabərdir mənfi 1 mənfi pi bölü 2 üstə gələk 2 pi n demək. X bərabərdir mənfi pi bölü 2 üstə gələk pi bölü 3 üstə gələk 2 pi n. Bu da x bərabərdir mənfi pi bölü 6 üstə gələk 2 pi n. Y var. Keçirik 67'ye. 67 kosinus pi üstə gələk x bərabərdir sinus pi bölü 2'ye. Kosinus pi üstə gələk x'imiz mənfi kosinus x uşaqlar. Sinus pi bölü 2'miz də 1'dir. Onda kosinus x bərabərdir mənfi 1. Yəni x bərabərdir pi üstə gələk 2 pi Z var yəni. Keçirik 69'a. 69 belə. Tangens mənfi 4x bərabərdir 1 bölək kökdə 3. Əvvəla tangens tək funksiyadır. Ona görə də mənfi tangens 4x bərabərdir 1 bölək kökdə 3. Tangens 4x bərabərdir mənfi 1 bölək kökdə 3. İndi 4x da bərabərdir mənfi pi bölü 6 üstə gələk pi n. X da bərabərdir mənfi pi bölək 24 üstə gələk pi n bölək 4. B var ya. Keçirik 71'ə. 71 belə uşaqlar. Sinus 3x üstə gələk sinus kvadratı pi bölü 4 bərabərdir kosinus kvadratı pi bölü 4 üstə gələk kök altından 3 bölək 2. Düzdür. Onda sinus 3x üstə gələk. Bu kökdə 2 bölək 2'nin kvadratı da 2'də 1 edir. Bərabərdir. Bu da 2'də 1 edir. Üstə gələk kökdə 3 bölək 2. 2'də 1'lər gedir. İslah olur. Sinus 3x bərabərdir kökdə 3 bölək 2 alır. Onda 3x bərabərdir mənfi 1 üstü k pi bölü 3 üstə gələk pi k edir. X da bərabərdir mənfi 1 üstü k pi bölək 9 üstə gələk pi k bölək 3. Z var. Yaxşı. Z. Keçirik 73'ə. 73 belə uşaqlar. Tanış gəlməlidir çünki kitabda var idi. Sinus 5x kosinus 3x çıxar. Kosinus 5x sinus 3x bərabərdir 2'də 1. Həllini həll edir. Toplama üsuludur. Bilirsiniz ki bu sinus 5x çıxar 3x demək. Bərabərdir 2'də 1. Yəni sinus 2x bərabərdir 2'də 1. 2x bərabərdir mənfi 1 üstü k bıraq pi bölü 6 üstə gələk pi k. X da bərabərdir mənfi 1 üstü k pi bölək 12 üstə gələk pi k bölək 2. Y. Keçirik 75'ə. 35. Belə yap. 2 kosinus pi bölü 2 çıxar x bərabərdir kökdə 3. Birincisi bu 2 sinus x demək. Bərabərdir kökdə 3 çevirmə üstünə. Sinus x bərabərdir kökdə 3 bölü 2. X da bərabərdir mənfi 1 üstü k pi bölü 3 üstə gələk pi k. Z. Keçirik 77'ye. 77 alır ki kosinus 4x bölək tangens 63 dərəcə bərabərdir tangens 27 dərəcəyə. Uşaqlar kosinus 4x bərabərdir tangens 63 dərəcə tangens 27 dərəcə. Onda kosinus 4x bərabərdir. Bunu da yazırıq tangens 90 dərəcə çıxar 27 dərəcə vurar. Tangens 27 dərəcə kimi.
Onda kosinus 4x bərabərdir. Kotangens 27 dərəcə, vuran tangens 27 dərəcə. Bu da kosinus 4x bərabər 1-dir. 4x bərabərdir 2 pm'dir. X da bərabərdir pm bölü 2. Y. 79'a baxaq. 79 belə. Kosinus x çıxar sinus kvadratı 32 dərəcə bərabərdir. Kosinus kvadratı 32 dərəcə çıxar 2-də 1. Baxaq. Onda kosinus x bərabərdir sinus kvadratı 32 dərəcə üstə gəlir. Kosinus kvadratı 32 dərəcə çıxar 2-də 1. Bu iki cəm bir yerdə 1 edir. Onda kosinus x bərabərdir 1 çıxar 2-də 1. Yəni kosinus x bərabərdir 2-də 1. X da bərabərdir plus minus pi bölü 3 üstə gəlir 2 pi m. C. Keçirik 81'ə. 81. də belə çıxarır. Kosinus x bərabərdir. Kosinus kvadratı pi bölü 8 çıxar sinus kvadratı pi bölü 8. İki qatın düsturudur. Ən kiçik müsbət kökü deyirlər. Onda kosinus x bərabərdir. Kosinus pi bölü 4 demək ki, x da bərabərdir. Plus minus pi bölü 4 üstə gələr 2 pi m. Ən kiçik müsbət kökü pi bölü 4. B variantı. Çünki n-ə 0 verəndə ən kiçik müsbət kökü alınır. O mənfisi nəzərə alınmamaq şərtidir. Yaxşı, 83'ə baxaq. 83 belə. Sinus 2x üstə gələk 1. Çıxar sinus 2x çıxar 1. Bərabərdir 0 təminini həll edir. Fərqi hasilə çevirəm şu an. Bu 2 sinus birinci çıxıram. 2x çıxar üstə gələk 1 çıxar. 2x üstə gələk 1 bölə 2. Buraq kosinus indi toplayıram. 2x üstə gələk 1 üstə gələk 2x çıxar 1 bölə 2 bərabərdir 0. Bu 2x'lar gedir sinus 1 radian. Bu da kosinus 1'lər gedir 2x bərabərdir 0. 1 radianımız 0 deyil, nə də 2 0 deyil. Hər tərəfi buna bölürük. Kosinus 2x bərabər 0 alıram. 2x bərabərdir pi bölü 2 üstə gələk pi m'dir. X da bərabərdir pi bölü 4 üstə gələk pi m bölə 2. C. Yaxşı, 85. 85 də belə. 1 üstə gələk tangens x vuraq. Kosinus x bərabərdir 0. Düzdürmü? Birincisi. 1 üstə gələk tangens x bərabər 0, bir də kosinus x bərabər 0. Burada x bərabərdir pi bölü 2 üstə gələk pi n edir. Bu hal doğru deyil. Çünki tangensin mənasızlıq alınmamaq yeridir. Buradan da tangens x bərabərdir mənfi 1. X da mənfi pi bölü 4 üstə gələk pi k. Nə? D. 87. 87 belə uçarlar. Deyir ki, sinus x üstə gələk kosinus x o tərzə kvadratda bərabərdir sinus 5 pi bölü 6. Bu sinus kvadratı x üstə gələk kosinus kvadratı x üstə gələk 2 sinus x. Kosinus x bərabərdir. Bu mənfi 2'də 1. Yox, müsbət 2'də 1. Pi çıxar pi bölü 6. Yazıram bunu, məsələn, qoy uzalım yazım. Pi çıxar pi bölü 6. Bax, bu 1 üstə gələk sinus 2x bərabərdir. Bu deyiləcək 2'də 1 edir. Onda sinus 2x bərabərdir mənfi 2'də 1'dir. 2x bərabərdir mənfi 1 üstü k plus 1 pi bölü 6 üstə gələk pi k'dır. X da bərabərdir mənfi 1 üstü k plus 1 pi bölü 12 üstə gələk pi k bölü 2. B var yəni. 89.
89. Səysən 9 belədir dostlar. Tangens 2x çıxar kosinus kvadrat 2x bərabərdir sinus kvadrat 2x. Əmini həll edir. Onda tangens 2x bərabərdir sinus kvadrat 2x və gələk kosinus kvadrat 2x. Sağ tərəf əsas triangliyini 1 eləyir. Tangens 2x bərabər 1. 2x bərabərdir pi böl 4 üstə gələk pi k. X da bərabərdir pi böl 8 üstə gələk pi k bölə 2. B. Geçirik 91'ə. 91. Deyir ki 1 bölək kosinus 3x üstə gələk 1 bərabər 0 təmini həll. Alırıq ki 1 bölək kosinus 3x bərabərdir mənfi 1, kosinus 3x'in özü mənfi 1 edir, 3x bərabərdir pi üstə gələk 2 pm, x da bərabərdir pi böl 3 üstə gələk 2 pm bölə 100. Y. 93. 93 belə. Tangens 2x üstə gələk tangens 3x bölək 1 çıxar tangens 2x tangens 3x bərabərdir 1 həlini həll edir. Bu cəmin tangensidir, yəni tangens 2x üstə gələk 3x bərabər 1 tangens 5x bərabər 1'dir. 5x bərabərdir pi böl 4 üstə gələk pi k. X da bərabərdir pi böl 20 üstə gələk pi k bölək 5 elə. Z. 95. Deyir ki, x-in hansı qiymətlərindən 3 tangens kvadratı x çıxar 6 tangens x üstə 5 ifadəsi ən kiçik qiymət alır. Gördüyünüz kimi bu kvadrat üçərtli şəklindədir. Tangens x-i bir t ilə işarə edəsən 3t kvadratı çıxar 6 t üstə gələk 5 edir. Bunun e-mini tapıraq ki, görək mənfi b bölək 2 nəyə bərabərdir. Bu da mənfi 6 bölək 6 1 elədir. Deməli, t 1 olanda ən kiçiyini alır. T də tangens x-dir. Deməli, deyir ki, x-in hansı qiymətində ən kiçiyini alacaq. Yəni, x-in hansı qiymətində tangens 1-ə bərabər olmalıdır ki, bu ən kiçiyini alsın. X da bərabərdir pi böl 4 üstə gələk pi k edir. Geçirik 97. Görək 97-də nədir? Yazır ki, sinus 9x üstə gələk 36 dərəcə bərabərdir 1 mənfi 1. Həlliyinin 0 dərəcə kiçikdir, x kiçik 30 dərəcə intervalındakı həllini tapır. 9x üstə gələk 36 dərəcə bərabərdir. Mənfi 1'i alır, mənfi 90 dərəcə üstə gələk 360 dərəcə k. Onda 9x bərabərdir, mənfi bu üzadadan da 126 dərəcə üstə gələk 360 dərəcə vuraq k. X da bərabərdir, böləndə neçə eləyirəm? 14 midir, mənfi 14 dərəcə üstə gələk 40 dərəcə vuraq k. Bax, x budur. Bu da bizə deyir ki, 0-30 dərəcə arasında. K-ya 0 verəndə mənfi alır. K-ya 1 versək görək olur. K bərabərdir 1 olanda, 1 olanda. Yəni, mənfi 14 dərəcə üstə gələk 40 dərəcə. Bu da 26 dərəcə edir. Cavab 26 dərəcə. Düzdür mü? Yoxlayım da. Bir də qaldı 99. 99'da görək nədir? Yox, 101'i də yazmalıyam ki, 100 ondan eyni. 99 da belə. 2 sinus 4x bərabər 1 təminin 0 pi bölə 2
aralığında neçə kök olur? Birincisi, sinus 4x bərabərdir 2-də 1'dir. 4x bərabərdir mənfi 1 üstü k pi bölək 6 üstə gələr pi k'dır. X da bərabərdir mənfi 1 üstü k pi bölək 24 üstə gələr pi k bölək 4. Düzdürmü? 0 pi bölək 2 aralığında. Birincisi, k bərabərdir 0 olanda. Mənfi 1 olmayacaq, çünki onda kənar. K bərabərdir 0 olanda. Bu əmsalı 1'dir. Deməli olur pi bölək 24. K bərabərdir 1 olanda. Mənfi pi bölək 24 üstə gələr pi bölək 4. O da 5 pi bölək 24 edir. Pi bölək 2'yə aiddir. K bərabərdir 2 olanda. Bu pi bölək 2 edir. Bu da müsbət ədəd. Deməli 2 dənə kök olur. 2. 2 kökü də bax bu var. 101'i də yazaq və bugün üçün 101 sonluqda olacaq. Siz 100'ə qədər olanları cüt sayda yazacaqsınız şu an. 101 belə. Deyir ki, kosinus 3px bərabər 1 həlinin ən kiçik natural kökünü tap. Ölçünə 3px bərabərdir. Kosinus 1'i alır 2pi k'dır. Düzdür? Böldük x bərabərdir 3'də 2 k edir. Düzdür? Ən kiçik k da tam ədəddir. Bu k 0 olanda natural olmur bu heç. 1, 2 olanda tam olmur. Yalnız k bərabərdir 3 olanda x bərabərdir 2 edir. Ən kiçik natural kökü də 2. Cüt sayda olanları 100'ə qədər evdə yazırsınız uşaqlar.